Təəssüflər olsun ki, bugün paytaxt Bakıda da terrorçu IŞİD-in bayrağı qaldırılıb. Həm də özünü demokratiya carçısı adlandıran Milli Şuranın bugün keçirilən icazəli mitinqində bir neçə yüz nəfərin qatıldığı aksiya ilə başlayarkən 3-4 nəfər terrorçu IŞİD-in bayrağını qaldırıb. Polis dərhal həmin şəxsləri nəzarətə götürüb. Milli Şuranın bugün Məhsul stadionunda keçirdiyi icazəli mitinqi yenə də heç nə ilə yadda qalmadı. Eyni klassik funksionerlər, eyni simalar və bir də təbii ki, eyni tələb və şüarlar. Qaldırılan bayraqların sırası da zəngin idi. Amma Azərbaycan və Avropa Birliyinin simvol və bayraqları ilə yanaşı, bu dəfə nədənsə bütün dünyanı qorxudan titrədən IŞİD-in bayrağı da Məhsul stadionunda idi. Əslində isə Milli Şuranın toplaşacağı əvvəlcədən də gözlənilən idi. Çünki 10 gün bundan əvvəl Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının keçirildiyi binada Azərbaycana qarşı daim qərəzli mövqeləri ilə tanınan Human Rights Watch, Artikel 19, Media Beynəlxalq Dəstək, bir də İnsan Hüquqları Evi Fondu bir sıra qeydilərlə elə Aşba binasında zal kiraya götürərək tədbir keçirmişdilər. Mövzusu Azərbaycanda güya repressiyaların görülməmiş həddə çatması olan tədbirin məhz burada keçirilməsində təbii ki, məqsəd Aşbanın diqqətini cəlb eləmək idi. Tədbirin təşkilatları sırasında da maraqlı simalar vardı. Məsələn, deputatlar Michael McNamara, René Rogier, Tini Cox, Peter Omtzigt və başqaları. Məsələn, Michael McNamara Aşbada Türkiyə və Azərbaycan əleyhinə Ermənistan nümayəndə heyətinin qaldırdığı bütün məsələlərin qızğın müdafiəsi kimi tanınır. Onun adını Hovanesyan, Harutyunyan, Karapetyan, Şahgəldiyan kimi Aşbadakı erməni deputatların, o cümlədən erməni lobbisinin sıx əməkdaşlıq etdiyi digərləri ilə, məsələn, Fransalı deputat René Rogier'in səs verdiyi az qala bütün sənədlərdə də tapmaq mümkündür. Yaxud elə götürək René Rogier'i. 2011-ci ilin oktyabrında Aşbanın 32 üzvü Dağlıq Qarabağa aid bəyannamə hazırlamışdı. Onlar Avropa Şurasını separatçı Dağlıq Qarabağ rejimi ilə əməkdaşlığa çağırır, qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin 20-ci il dönümü münasibəti ilə yerli separatçı rejimi hökumət qismində təbrik edirdilər. Sənəddə bu qondarma quruluş Arsaq adlandırılırdı. Azərbaycan əleyhinə hazırlanan bu məruzəyə səs verənlərdən ən birincisi də elə məhz René Rogier idi. Təşkilatlardan başqa bura dəvət olunanların siyasına baxmaq da kifayət edər ki, toplantının məhz erməni lobbisinin təşkilatçılıqla keçirildiyi aydın olsun. İndi üstündən düz 10 gün keçəndən sonra Avropada müvafiq tapşırıq və direktivlərlə təmin olunan Milli Şura birdən-birə payız yuxusundan ayılaraq Məhsul stadionunu yada saldı və Azərbaycanda güya repressiyaların görülməmiş həddə çatdığını və həbs olunanlar arasında siyasi məhbusların olduğunu iddia etməyə başladı. Məsələ aydın idi. Çünki qərbdəki bəzi dairələr burada QHT, İnsan Haqları Müdafiəsi adı altında fəaliyyət göstərən, amma reallıqda isə Azərbaycandan şər və qərəz dolu hesabatlar aldıqları dayaq nöqtələrini itirmişdilər. Elə təsadüfi deyildi ki, siyasi məhbus adlandırılanlar siyasında ilk yeri də məhz Leyla Yunus tuturdu. O Leyla Yunus ki, Fransa səfirinin himayəsi altında Azərbaycandan qaçarkən hava limanında saxlanılmışdı. Sonradan qapısını döyənləri də təhqir edərək polisin papağını təpikaltı eləmişdi. Yaxud da siyasi təzyiqlərə məruz qaldığı iddia etdikləri Xədicə İsmail Avropada keçirilən beynəlxalq toplantıda özünün məşhur dal aksiyası ilə yadda qalmışdı. Sentyabrın 23-də Varşavada ATƏT-in zirvə toplantısında Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Cənubi Qafqaz ölkələrində sərbəst toplaşmaq azadlığı barədə çıxışa başlayanda jurnalist Xədicə İsmail ona yaxın erməni dostu ilə birgə Əhməd Şahidovun arxasına düzülərək ona qarşı çevrilməklə bir növ etiraz aksiyası keçirmişdilər. Bütün zalın gözləri qarşısına baş verən bu hadisədən özünü itirməyən Əhməd Şahidov çıxışını davam etdirərək Ermənistanın işğalçı siyasəti və nəticədə Azərbaycan torpaqlarının işğal olunması, yüz minlərlə qaçqın və məcburi köçkünlərimiz barədə tədbir iştirakçılarına məlumat vermişdi. Görəsən Xədicə İsmail bilirdimi ki, bu hərəkəti ilə Azərbaycanın haqq səsinə, Qarabağ kimi ağır problemə və ən nəhayət yüzlərlə şəhidin ruhuna hörmətsizlik edir. Görəsən Milli Şuranı Azərbaycan xalqının mənəvi dəyərlərinə tüpürənləri müdafiə etməyə nə və kim məcbur edir? Vüqar Bektaş, həftə sonu üçün.